Sualım isə ondan ibarətdir ki, artıq sülh mətni demək olar ki, hazırdır. Bundan sonra Azərbaycan prezidentinin söylədikləri fikir fonunda Ermənistanın üzərinə hansı öhdəlik düşür və hansı addımlar atmalıdır bu istiqamətdə? Bəli, haqlısınız. Bu günləri ADA Universitetində artıq sadəcə 7-ci dəfədir ki, çox mühüm beynəlxalq tədbir keçirilir. Beynəlxalq forum keçirilir və bu forumda iştirakçıların sayı özü bir göstəricidir. Və həm də onu qeyd edeyim ki, adına da fikir verin, yeni dünya nizamına doğru. Yəni bu deməkdir ki, hələ bizim dünyamız bugün nizamsızdır. Yeni dünya nizamının biz formalaşmasının başlanğıc mərhələsindəyik. Və çox mürəkkəb bir prosesdir. Hətta Çinlilərin bir misalı var. Çin xalqının bir misalı var. Deyirlər, bir-birinə qarğış eləyəndə, deyirlər, səni görüm, keçid dövründə yaşayasan. Doğrudan da keçid dövrləri həmişə mürəkkəb olur və bugün də biz o aqibəti gördük. Dünyanın hansı vəziyyətdə olduğu və dünyamızın nə qədər təhlükəli olduğunu fərqindəyik və dünyanın təhlükəli olmasının fundamental səbəblərinin biri, bəlkə də birincisi odur ki, beynəlxalq hüquq bugün işləmir. Bax, belə bir dünya, onun nizama salınması, bu istiqamətdə proseslər bugün Azərbaycan paytaxtında ADA Universitetində müzakirə olunur və Azərbaycan prezidenti Cənab İlham Əliyevə həm mövzu ilə bağlı, həm də birbaşa daha çox Ermənistan-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və perspektivi ilə bağlı suallar verilirdi. Və Cənab Prezident həmişə olduğu kimi çox argumentli, faktlara söykənən, dəlillərə söykənən, əsaslandırılmış Azərbaycan mövqeyini ifadə etdi. Əslində bu mövqeyinin müəllifi də Cənab İlham Əliyevin özüdür. Və söylədi ki, dəfələrlə bunu beynəlxalq tribunalardan söylüyor. Eyni zamanda sonuncu dəfə Almanya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierin Azərbaycana səfəri və onunla keçirdiyi görüş zamanı söylədi ki, top Ermənistan tərəfdədir. Yəni bu sözün anlamı, mənası ondan ibarətdir ki, biz sülh istəyirik. Və sülhlə bağlı baza prinsiplərinin, 5 baza prinsipinin müəllifi bizik. Və biz sülh istəməsəydik, biz elə şərtlər irəli sürərdik ki, heç Ermənistan da ona getməz və sülh alınmazdı. Biz, bəli, sülh istəyirik və bu günlər 17 bəndlik sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşma var, bu həqiqətdir. Amma başqa bir həqiqət də var. Bunu bəzən bizi istənməyən siyasi dairələr öz maraqları fonunda təqdim edirlər, bizi ittiham edirlər ki, güya Ermənistan sülh istəyir, amma Azərbaycan sülhə getmir. Yəni çox dezinformasiyadır bu tamamilə fake məlumatdır. Reallıq isə tamamilə başqadır. Reallıq ondan ibarətdir ki, biz Ermənistanla necə sülhə gedək ki, bu dövlətin sıradan olan bir sənədində yox, bu dövlətin ali sənədində, ali qanununda, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialar var. Azərbaycanın Qarabağ ərazisini Ermənistan ərazisi hesab etməklə bağlı bir yanaşma var. Eyni zamanda biz necə sülhə gedək ki, bu sülhə nail ola biləcək qüvvə ATƏT Minsk qrupu idi. Onun mandatı ilə bu baş verməli idi. Amma öz mandatını icra eləmədi. Bir çox hallarda sülh prosesinə mane oldu. Və bu günləri Ermənistan-Azərbaycan münaqişəsi yoxdur. Yoxdur, sonda ATƏT Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Və sonda biz onun ləğvini istəyirik. Ermənistan niyə onu istəmir? Xeyir ola, hansı məqsədi var, hansı çirkin niyyəti var? Bu suallar bugün yaranır. Və Azərbaycan prezidenti bir daha vurğular ki, biz sülh istəyirik və istəyirik ki, Ermənistan da bu məsələləri deməli tənzimlənsin və nəhayət ki, konkret deməli addımlar atsın. Həm də fikir verdi Cənab Prezident Ermənistan-Azərbaycan münasibətlərindən danışarkən diqqəti çox vacib başqa bir məqamada çəkdi ki, Ermənistanın siyasi rəhbərliyi yanlış addım atdı. Ermənistan siyasi rəhbərliyi əgər doğrudan da konstruktiv addım atsaydı, öz dövlətinin, xalqının milli maraqlarını nəzərə alsaydı, bu halda Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələr ki var, onda iştirak etmək istəyərdi. Fikir verirsiniz, bizim strateji əhəmiyyət layihələrimiz Gürcüstandan keçir, o Ermənistandan da keçə bilərdi. Niyə keçmədi? Çünki Ermənistan işğalçı dövlət və bu siyasətindən imtina etmək istəmirdi. Nəticədə özünü təcrid blokada vəziyyətinə saldı və bunun da məsuliyyəti onların üzərinə düşür.